Bu videoda HTML-də kodlarımızı yazarkən və elementlərimizi əlavə eləyərkən müxtəlif qovluqlarda yerləşən fayllara necə müraciət edə bilərik, ona baxacağıq. Mənim qovluq strukturum belədir, hansı ki HTML topics ümumi qovluğumdur. Bütün faylları və qovluqları saxlayır və onun içində 2 dənə qovluğum var. Bu birincisi folder 1, onun içində folder 2 adında qovluq var və onun içində də YouTube logo adında bir şəklimiz var. Digəri isə project qovluğudur. Onun içində HTML adında bir qovluq var və Facebook logo adında bir şəklimiz var. Və son olaraq HTML qovluğumuz, onun içində yenə logo adında bir qovluq və index.html faylı və pre-stack logo şəkli var. Logonun içində isə Google logo adında belə bir şəklimiz var. Qarışdırmamaq üçün lap əvvəldən başlayaq. HTML faylımı açıram və mən burada nə göstərmək istəyirəm? Əslində burada 2 mövzuya baxacağıq. Birincisi dediyimiz kimi fərqli yerlərdə yerləşən fayllara müraciət etmək. İkincisi isə şəkilləri necə link kimi istifadə edə bilərik. Bu nə deməkdir? Yəni şəklin üstündə klik eləyəndə məni hər hansı bir səhifəyə yönləndirsin. Biz buna baxmışdıq. Deyək ki, burada mən link yazırdım və browserdə bunu göstərək. Gördüyünüz kimi linkimiz bu şəkildə görsənirdi. Amma mən bu mətnin əvəzində bir şəkil olmağını istəyirəm və şəkilə klik eləmək istəyirəm. Bu çox asandır. Sadəcə olaraq burada linkin yerinə mən image tag əlavə edirəm və burada şəkili əlavə edəcəm. Ən yaxından başlayaq. pre-stack logodan. Bu gördüyünüz kimi bizim faylımızın eyni, yəni HTML faylımızın eyni qovluqda yerləşir. Eyni qovluqda yerləşən fayla müraciət etmək üçün sadəcə olaraq onun adını yazmaq kifayətdir. Və buna əlavə mən həmçinin Ctrl və Space düymələrini eyni vaxtda basdıqda mənlə eyni qovluqda yerləşən faylları və qovluqları görə bilirəm. Bunu burada komment olaraq əlavə edirəm. Və Ahrefs-də də https pre-stack.tag olsun. Və mən gördüyünüz kimi şəkili əlavə elədim və üstünə klik eləyəndə məni pre-stack-in səhifəsinə yönləndirir. İkinci nümunədə bizlə eyni yerdə yerləşən başqa bir qovluqdakı fayla necə müraciət edə bilərik? Yəni bizlə eyni qovluqda yerləşən loqodur və loqodakı Google loqonu götürmək istəyirik. Mən birinci linki dəyişim, burada google.com olsun və pre-stack loqonun əvəzinə mən yenə Ctrl Space basanda görəcəm onu avtomatik loqo adında bir qovluğumuz var və onun içində Google loqo adında faylımız var. Şəklimiz var daha doğrusu və mən bura keçsəm, klik elədikdə gördüyünüz kimi Google-a yönləndirir məni. Daha sonra mən Facebook loqonu götürmək istəyirəm. Və Facebook loqo harada yerləşir? Mənim HTML, daha doğrusu project qovluğunun içində və onun içində də HTML faylım var. Yəni Facebook logo.png mənim faylımın olduğu qovluqdan bir əvvəlki qovluqdadır. Bunu necə əldə edirəm? Bir əvvəlki qovluğa qayıtmaq üçün 2 nöqtə qoyuram və slash qoyuram. Və gördüyünüz kimi burada Facebook loqo çıxır. Google.com əvəzinə facebook.com eləyirəm və klik elədikdə Facebook saytına məni yönləndirir. Son olaraq deyək ki, bizim faylımız tamamilə başqa bir yerdədir. Bizim proyekt qovluğumuzun içində. Yəni bir qovluğa qayıtmaqla və s. ona müraciət etmək bizim üçün çətindir. Bunun üçün nə edirik? Lap əvvəldən başlayaraq onun yerini göstərəcək. Yəni HTML topicsdən başlayaraq. Bu necə olacaq? Mən lap əvvələ slash qoyanda artıq bu o deməkdir ki, mən HTML topicsdən başlayıram həmin fayla doğru yönlənməyə. Və gördüyünüz kimi HTML topicsdə olan qovluqlarım görsənir. Mənim axtardığım YouTube logo folder 1-in içindədir. Onda da folder 2-nin içindədir və orada YouTube logo var. Yəni başda slash qoysaq, o deməkdir ki, biz artıq proyektin kökündən, yəni lap əvvəlindən başlamış oluruq həmin fayla doğru getməyə. Və bunu da YouTube eləsəm, klik elədikdə gördüyünüz kimi bizi YouTube səhifəsinə yönləndirir.